Deməli, burada biz baxırıq 6-cı sinif Namazov kitabına. Bizə deyir ki, ortaq urğu mötərizə xaricinə çıxarılması. Yəni dərsin adı budur. Birinci sualda deyir, ortaq urğu mötərizə xaricinə çıxarılır. Baxaq, deyir ki, 8A çıxılsın 8B. 8A çıxılsın 8B. Hər ikisində nə var? 8 var. 8-i yazıram. Nə qalır? Qoy birinci misalı götürüm. Aha, deyir 8A çıxılsın 8B. Hər ikisində nə var? 8 var. Bərabərdir. 8-i çıxaram mötərizə xaricinə. Buradan 8-i çıxanda burada nə qalacaq? A. Buradan 8 çıxanda burada nə qalacaq? B. Və mütləq ortadakına baxırıq. Əgər çıxmadısa A çıxılsın B, toplanan sayda A üstə gəlsin B. Bu birincisi. Nə deyirik? İkinciyə baxaq. Deyir ki, 25C çıxılsın 15D. Birinci olduğu kimi götürürəm. 25C çıxılsın 15D. 15D nə deməkdir? Yəni 15 vurulsun D. 25C nə deməkdir? 25 vurulsun C. Baxırıq. 25 nədir? 5 vurulsun 5 vurulsun dedim ki C'dir. Çıxılsın. 15 nədir? 5 vurulsun 3 və yanında D var. Vurulsun D. Bərabərdir. Hər ikisində ortaq nə var? 5 burada var, burada var. Burada 5 var, burada ikinci 5 yoxdur. Burada 3 var, burada 3 yoxdur. Onda bizim ortağımız nə olacaq? 5. 5'i çıxardım. Buradan 5'i çıxarsam nə qalacaq? 5 vurulsun C. Yəni 5C. Ortada çıxmadı. Mütləq şəkildə çıxmanı yazmalıyam. Üstəgəl yaza bilmərəm ora. Burada da 5'i çıxanında nə qalır? 3 vurulsun təbii ki də ki D. Day ortada vurma işarəsini yazmırıq. Bu belə. Sonra üçüncüyə baxaq. Nə deyir üçüncüdə? Görmürəm. 6x üstə gəlsin 12y. 6x üstə gəlsin 12y. 6x olduğu kimi yazıram. Burada bərabər olmalıydı. Aha, 6x olduğu kimi yazıram. 12 nədir? 6 vurulsun 2 və burada y var deyə vurulsun y. 6x 6 vur x-dir ya. Yəni bunu çaşdırmayaq. İkisində də ortaq nə var? Burada 6 var, burada 6 var. Burada 2 var, amma burada 2 yoxdur. Ona görə 2-ni yox, 6-nı götürürəm ortaq. 6. Buradan 6-nı götürsəm nə qalır? X. Buradan 6-nı götürsəm nə qalır? Üstə gəl. Baxın, bayağın orada çıxları idi və çıx yazırdıq. İndi üstə gəldi. Üstə gəlsin 2y. Belə. Bunu da silək. Niyə belə sildim bilmirəm, amma neysə. Sil. Yaxşısı budur. Aha. 4'ə baxırıq. Deyir 25x çıxılsın 15y üstə gəlsin 75. Bərabərdir. Bu necə bərabər oldu? Aha. Bərabərdir. 25x nə deməkdir? 5 vurulsun 5 vurulsun x. 15 nədir? 5 vurulsun 3. Yanında da y, yəni vurulsun y. Üstə gəlsin 75 nədir? 75'i də yenə 5'in vuruğu kimi yazmalıyıq biz. 5 vurulsun 15. Bərabərdir. Bərabərdir. Aha.
Baxaq. Hangisi üçündə nə var? 5, 5, 5. Deməli, bunun ortaq vurğu nə olacaq? 5. 5'i çıxarıram mötərizə xaricinə. 5'i çıxarıram mötərizə xaricinə. Burada nə qalır? 5x minus 5'i çıxarıram 3y. Baxın, əgər burada 3y yerinə mənfi 3y olsaydı, yəni belə olsaydı, mənfi 5 vurulsun mənfi 3y. Mən 5'i mötərizə xaricinə çıxardıqdan sonra mənfini mənfiyə vurduqda artıq müsbət eləyəcəkdim. Aha, 5 çıxılsın 3y. Buradan da 5'i çıxaram. Burada üstəgəl var, yazıram. Üstəgəl 15. Belə. Sonra 5'ə baxırıq. Deyir ki 16a üstəgəlsin 32b çıxılsın 28. Birinci vuruq yazacağıq. Vuruq şəklində yazacağıq. 16a nəyə vursaq 16 eləyər? Bəli, 4'ü 4'üyə vursaq 4 vurulsun 4. Yanında da a var, vurulsun a. Belə yaza bilərik. Üstəgəlsin 32'ni burada da 4 yazmışıqsa, burada da 32'ni 4'ün vuruğu kimi yazmalıyıq. Yəni 4'ü nəyə vuranda 32 eləyir? 4 vurulsun 8 vurulsun b. Çıxılsın 28'i də 4 nəyə vuranda 28 eləyir? 4 vurulsun 7 bərabərdir. Bərabərdir. Baxaq. Hər üçündə nə var? 4 var. Düz demirəmmi? 4'ü çıxaram mötərizə xaricinə. 4'ü çıxarsam burada nə qalacaq? 4a. Üstəgəlsin 8b. Burada çıxdı. Çıxmanı mütləq şəkildə yazmalıyım. 4'ü çıxaranda 7. Beşi yazdıq. Sıra gəldi 6'ya. Deyir ki mənfi 33m üstəgəlsin 22n çıxılsın 44k bərabərdir. Hər biri nəyin vuruğudur? Mənfini mütləq şəkildə yazmalıyıq. Bərabərdir. Bərabərdir. Mənfi mütləq şəkildə yazılmalıdır. 11 vurulsun 3. Üstəgəlsin 11 vurulsun. Vurma biraz görsənmir. 11 vurulsun 2. Çıxılsın 11 vurulsun 4 bərabərdir. Aha, hər birində nə var? 11 var. Mən 11'i çıxaram mötərizə xaricinə. Mənfi, baxın 11'i çıxaram. Mənfi 11'i çıxarmadım, 11'i çıxardım. 11'i çıxardığıma görə burada nə qalacaq? Mənfi 3 vurulsun. Bunların enləri yemişik bir dəqiqə. Aha. Bunların en və enlərini yazmaq yaddan çıxıb. 11 vurulsun 3. Burada təbii ki də n var. Üstəgəlsin 11 vurulsun 2 vurulsun n
çıxılsın 4 vurulsun 11 vurulsun k bərabərdir. Aha. İndi hər üçündə nə var? 11. Baxın, mənfi 11 çıxarmıram. Sadəcə 11 çıxaram qabağa. Çıxartdım. Burada nə qalıb? Mənfini mütləq yazırıq. Mənfi 3m. Buradan da 11'i çıxaram. Üstə gəlmədi burada. Üstə gəlsin 2n. Buradan da 11 çıxaram. Qalır mənfi. Mütləq mənfini yazırıq. 4k. Belə. Bunu da silək. Aha. Baxaq o bir misalımıza. Ortaq vuruğu mötərizə xaricinə çıxarın. Bayaqdan bizə həm ədəd, həm də ki hərf vermişdi. Yəni məhsul vermişdi də, belə deyək. Amma indi ikisi də məhsuldur. Yəni burada hərf, ədəd, ədəd yoxdur. Birinciyə baxırıq. Deyir ki, ay qız. Bu çox qalın olub. Bu geri verəndə niyə gedir? Başa düşmədim. Aha. Deyir ki, bu nədir? Hangi şeydir? Aha. Deyir ki, ay qız üstə gəlsin AY bərabərdir. Baxaq, hər ikisində nə görürük? Hər ikisində nə görürük? A görürük. Düz demirəmmi? Deməli, A-nı çıxarmalıyıq mötərizə xaricinə. Buradan A-nı çıxarsam nə qalacaq? A vur x-dırsa x üstə gəlsin. Bu da A vur y-dırsa A-nı götürmüşəm. Belə bil ki, nə qalacaq? Y. Belə yenə vurub açsaq, baxaq indi. Görəcəksiniz ki, eyni şey alınır. Birinci bunu buna vuracam. Sonra bunu buna vuracam. Yəni ben pozum fərqli rəngdən yazacağım. Aha, bərabərdir A. A-nı vururam x-a. A-x üstə gəlsin. Bunu dedim ki, vuracam buna. A-y. Eyni şeyi aldıq mı? Bundan bu eyni oldu mu? Bəli. Deməli, düz mötərizə xaricinə çıxarmışıq. Pozaq. Aha, qəşəng bir sual. Mənfilər dedim ki, mütləqdir. Baxırıq. Mənfi mk. Mənfi nk bərabərdir. Hər ikisində nə görürəm? K görürəm. Hər ikisində nə görürəm? Mənfi görürəm. Baxın. Mənfi var, mənfi var. Düz deyilmi? Hər ikisində də mənfini gördüm. Aha, hər ikisində də K var. Ona görə yazıram bərabərdir. Mənfi yazıram mütləq şəkildə. K-nı çıxaram qabağa. Hər ikisində K var deyə. Buradan mənfi K-nı çıxarsam, mənfi də getdi, K da getdi. Nə qalır? M. Buradan da mənfi getdi, K getdi. Əgər mənfi gedibsə, əgər mənfi gedirsə, müsbət N. Mənfini müsbətə vuranda mənfi girir. Əgər mən bura yazsaydım ki, mənfi K, M çıxılsın N. Gəlin bunu açaq. Mənfi K-nı M-ə vuranda eləyəcək mənfi K, M. Bilirsiniz də, qabağında əgər mənfi yoxdursa, müsbətdir deməkdir. Mənfi K, M. Mənfi K-nı mənfi ilə vuranda, mənfini mənfiyə vuranda müsbət edir. Müsbət K-in. Görürük ki, eyni alınmır. Çünki niyə? Mənfini mənfiyə vuranda müsbət edir. Ona görə biz burada mənfi MK çıxılsın, mənfi NK dediyi üçün N-in qabağına mənfi yox, müsbət yazırıq. Çünki mənfini mötərizə xaricinə çıxarmışıq. Bunu da silirəm. Baxaq o birisinə. Deyir ki, AC çıxılsın, BC. Baxırıq. Hər ikisində ortaq nə var? C var, düz deyilmi?
Deməli C-ni mötərizə xaricinə çıxarırıq. Buradan C-ni çıxarsam, bu bilirik ki, bu bilirik ki A vur C-dir, bu da B vur C-dir. C-ni çıxaranda nə qalır? A mənfi, yəni çıx, A çıx B. Sonra digərlərinə baxaq. Mənfi x, y üstə gəlsin z, y. Baxırıq, hər ikisində ortaq nə var? Y var. Bərabərdir. Y çıxarıram. Buradan y çıxaranda mənfi y çıxarmamışam, amma sadəcə y. Yəni buradakı çıx qalıb yerində. Burada nə qalacaq? Mənfi x üstə gəlsin. Burada üstə gəlmədi. Üstə gəl yazıram. Və y çıxarmışam. Nə qalıb? Z qalıb. Yəni bunu belə də yaza bilərdiniz. X, y. Üstə gəl z, y yerini dəyişə bilərik. Z, y minus x, y yazardıq. Və y çıxaranda qabağa qalacaqdı z minus x. Bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni bunun bir fərqi olmaz.